Bugün 11'lerim xahişi ilə belə deyim ki, sınaq 9-da sırf D funksiyasına aid olan sualların izahını çəkəcəm. Belə deyim, düzdür işləmişik 10-cu sinifdə, amma yenə təkrar olsun deyə istədilər, mən də çəkirəm. Aha. Gəldik birinci suala. Python dilində tərtib olunmuş proqram nəticəsini müəyyən edin. Baxın. Belə deyim, bizə həmişə demişəm ki, D funksiyasından sonra D funksiyası veriləndə returndan sonraya baxırıq. Burada F baxıram ki, F5 verilib. F-i baxıram ki, burada çağırılıb. N plus 1, 5 üstə gəl 1, 1, 2, 3, 4, 5. Yəni, burada nə inəyəcək? F1-dir. Hər dəfə ədədlərim də i'lərdir nədir? I bərabərdir 1. I bərabərdir 2, I bərabərdir 3, I bərabərdir 4, I bərabərdir 5. Və hər dəfə bu i'lərə vurur. Deməli, hər dəfə ədədləri i'ləri vurursa özünə, F-də birdən başlayır. Deməli, nə edəcək? 5 faktorialı tapacaq. 5 faktorialımı nəyə bərabərdir? 120-yə. Və göstərim bunu bir kağıdından necə 120 alınır. F1-dir, I də 1-dir. 1 vurulsun 1, 1. Sonra i2 olanda F'in sonuncu qiyməti 1-dir. 1'i 2'ye vuracaq. Sonra i3 olanda 3'e vuracaq. 4 olanda 4'e 5. Bu da nədir? 120'ye bərabər olmuş oldu. Gəldi ikinci suala. Uşaqların ən çaşdırıcı suallardan biridir. Bu D funksiyasında yenə baxıram. Burada 1, 2, 3, 4, 5, 6, 7. 7. Və burada nə edir? Burada deyir ki, S üstə gələk Fi. Yəni 1. 1'i qoyacaq bura. 1 3'dən kiçikdir. Return 1'i qaytarsın. Yəni F1-də 1'i qaytaracaq. F2-də də 2'ni qoyanda 2 3'dən kiçikdir. Bəli, 1'i qaytarır. Və ödənməyə də bu returnda bir sütuna yazılmış Z-yə qayıdır. Və gələcəm 1'i həll elədik 3. 3 3'dən kiçikdir. Yox. Elə bir ki, belə olacaq. F3'ü hesablasam. 3 1'den çıxanda F2 üstə gələk. 3'dən də 2 çıxanda 1. F2'nin qiyməti 1. F1'in qiyməti 1. Olacaq nə? 2. Sonra F4'ə. F4'ə hesablayanda nə olacaq? 4'dən 1 çıxacaq. 3. 4'dən 2 çıxacaq. 2. O da bərabərdir nə? F3'ün qiyməti nədir? 2. F2'nin qiyməti nədir? 1. Olacaq 3. Deməli, sanki bu nəyə oxşuyur? Fibonacci'yə oxşuyur, düzdürmü? 4'ü hesapladım. 5, 6, 7 qalıb. 5'i qoysam, gələcəm 5'dən 1. 4. 5'dən 2 çıxanda 3. Bu da ki 3 üstə 2 gələndə eləyəcək 5. Sonra F6. Olacaq F5. F4. Sanki yenə deyirəm Fibonacci'dir. Sanki yox, elə Fibonacci'dir. 5 ilə 3'ü cəmləyəcək. Eləyəcək 8. F7'ni qoyanda 8 ilə də 5'i cəmləyəcək. Eləyəcək nə? 13. İndi bizdə də burada hər dəfə S üstə gələk bunları. Deməli, nə edəcək? Bu ədədləri cəmləyəcəm. Sonda da cəmi istəyir. Yəni 1 üstə gələk 1, üstə gələk 2, üstə gələk 3, üstə gələk 5, üstə gələk 8, üstə gələk 13. Bu da cəmi olaraq 2, 4, 7, 12, 20, 33. B variantı. Gəldik 3-cü suala. 3-cü sualda da belə deyim ki, gözü açıq olmaq lazım. Belə deyim ki, əvvəldən, ibtidaidən biz 16'lıqdan 10'luğa keçmə, 10'luqdan 16'lığa keçmə bu qaydaları nədir? Hər birini bilirik və yaxud ikiliyə keçmə, bunların hər birini bilirik. Düzdürmü? Burada da eyni onu tətbiq eləyəcəyik. Yenə 255 verilib 2. Burada görsünüz 16'lı say sistemin rəqəmləri verilibdir. Və boş sətr açılıb. Deyir ki 255 sıfırdan böyük olduğu müddətcə gəlirsən burada A-nı 255'i 2'ye bölüb qalığı sətrə atırsan. Tam hissəni götürür, təzdən yenə B-yə bölür, 2'ye bölür sətrə. Deməli 2'ye bölmə qalıqları götürürsə və bunu sətrə atırsa və qalıq sonra sətrin özüsə tərs ardıcıqla düzür də. Deməli nədir? İkiliyə keçmədir. Aydındırmı?
O da ki camımız olacaq. Keçirəndə özünüz də görəcəksiniz ki, tek də keçirdə bilərsiniz. 2-yə bölə-bölə qalıqları götürə bilərsiniz. Bu şəkildə. Sonra gəldik 4-cü suala. Gəldik 4-cü suala. 4-cü sualda nə deyir? Deyir ki, Python dilində tərtib olunmuş proqram nəticəsi müəyyən edin. Yenə return-dən aşağı baxırıq. Burada F1, F2 verilib. Printdə F2, F1. Baxıram ki, F1-də tam verilibdir. Gələcəm F1-də 3, 2, 2 yazıram. A üstə gəlib bu üçün cəmi. 3-ün üstəki 5, 7. 7 böyükdürmü deyir ondan? Yox. Onda düşəcəm bura. 3 2-yə vuracaq 6. C-də 2, 8. Deməli, bu hissəni mən aldım nə? 8. İndi 3, 8-ə baxacam F2-də. 3, 8-i qoyacam yerinə. Gələcəm, deyir 3, 8-ə bərabərdir. Yox, onda bu return-ə baxacam. Y 8-i, 8-i də 2-yə vuranda eləyəcək 16. 5-ci suala baxırıq. 5-ci sualda nə deyir? İxtiyari en natural ədəd üçün Python dilində tərtib olunmuş proqram təyinatını müəyyən edin. Belə deyim. Baxın, burada yenə bir dənə bu tip misal belə deyim ki, kodlarda yalnız bir dənə ədəd qoyub da demirəm axıra qədər icra edirsiniz. Gedişata baxırsınız. Aydındırmı? Görüm nə icra edir. Tutaq ki, bura bir, nə bilim, 12 qoyum, qısa ədəd qoyuram. Gəlirəm 12-də. Nə deyir? 12 deyir sıfırdan böyükdür. Hə, 12-ni 2-yə bölür. Baxın, hətta bu şəkildə yazıram ki, anlaya biləsiniz. 0. Bu faiz işarəsində qalığı bildirdiyi üçün qalığım 0 qalırmı? Qalır. Və burada gəlir neyinir? S0-dır. Üstə gələk K 1-dir. Qalığım nədir? 0-dır. 1-i də 0-a vuranda 0. Bu da 0 eləyəcək. K neyinir? K 1-dir. 1-i 10-a vuranda 10 eləyir. 12-ni 2-yə bölür neyinir? Bu 2 xəttdə nəyi bildirirdim? Tam hissəni. Tam hissədə 6. Təzdən 6 sıfırdan böyükdür. Hə? 6-nı 2-yə böləndə yenə qalığım 0. Yenə gələcəm bura. S-in sonuncu qiyməti 0-dır. Üstə gələk. K nə idi? 10. Qalıq nədir? Yenə 6-nı 2-yə böləndə zaten üstə qalıq 0 qalır. Yenə də 0 eləyir. Düzdürmü? Çünki K 10 idi. 10 idi. Düzdürmü? Çünki 1-dən başlayır. Hə, burada yalnız onsuz da 10-a vurmadı. 10-u 10-a vuracaq. Nə eləyəcək? 100. Təzdən 3 eləyəcək tam hissə. Deməli, bu hissədə mən nə görürəm? İkili say sisteminə keçməni görürəm də. Yalnız hələ ki 1, 0 alıram. Ona görə nədir? İkili say sisteminə çevirmə B variantı. Sonra gəldim 6-cı suala. 6-cı sual çox qəşəng sualdır və uşaqlar, belə deyim ki, elə uşaqlar var ki, necə deyim, daha tez başa düşürlər. Elə uşaqlar var ki, yenə 2 il gələn uşaqlar olur ki, məsəl üçün onunla yenə də yəni unudurlar. İndi gələk baxaq. Burada FLS. FLS nədir? Mənə verilən siyahı budur. Gəlib bura daxil eləyəcəm. Bax bura 2, 1, 4, 5, 3. Və formula range len nədir? Uzunluq 3, 4, 5. 5-dən də 1 çıxacam 4. Yəni 0, 1, 2, 3. Nədir? Ədədlərimi istifadə eləyəcəm. I bərabərdir mənə nə deyir? 0-dan başlayıb. I bərabərdir 0 olanda mənə nə deyir? Bunun üzərini nömrələsəm 0, 1, 2, gəl burada eləyib 0, 1, 2, 3, 4. Aydındır? 4. İndi gəlib nə edəcəm? 0-cı indeksin elementi mənə nə deyir burada? 0 üstə gələk 1. 0 üstə də 1 gələndə 1. Birinci indeksin elementi nədir? 1. Deyir kiçikdirmi? 0, 2-dən. Aydındır? 1, 2-dən kiçikdirsə, düzdürmü? Onda nə edir? Deyir, T bərabərdir nə? Həmin indeksin. Aha, bəli, burada da 0 qoymuşdur. T də bərabərdir. Nə deyir? Deyir, n 0-cı indeks. Və burada da nə edir? Belə deyim ki,
yerlərini dəyişir. Yəni burada 0-cı indeksin elementi deyir bərabər olsun. Belə deyim ki, sonraki indeksə. Yəni 0-ın üstə 1 gələndə 1. Belə deyim ki, siyahımın yeni forması olacaq 1. Yəni nədir? Yerlərini dəyişmiş olur. Burada da 0-ın üstə 1 gələndə 1. 1 də bərabər olur nəyə? T'yə. Burada 0-cı indeksin elementi 2 idi. Yəni 2'yə. Olacaq 1, 2, 4, 5, 3. Bu halı, yeni halı. Təzədən i bərabərdir 1 olanda. I bərabərdir 1 olanda nə olur? 1'in üstə 1 gəlirəm 2. İkinci indeksimin elementi kiçikdirmi? Birinci indeks bu yeni siyahıda nədə? 0, 1. 2'də. Düzdür? Aha. İndi gələcəm burada da əgər kiçik deyilsə, onda nədir? Yəni heç necə olunmur, olduğu kimi də qalır siyahı. Təzədən i bərabərdir 2'yə baxacağam. I bərabərdir 2 olanda. Düzdürmü? Elə indi nə olacaqdı? Neyəcəm? Götürəcəm 2 olanda 2'nin üstə 1, 3. Üçüncü indeksimin elementi nədir? 5. 5 çünki 2, 3. Düzdürmü? 5 kiçikdirmi? Bizdə də indeks 2 götürmüşdük. İkinci indeksin elementi də nədir? 4. 4'dən kiçikdirmi? Xeyr. Düzdür? Ona görə yenə siyahım olduğu kimi qalır. Artıq i sonuncu qiyməti nədir? 3'ü götürürəm. Burada da 3'ü götürəndə nə olur? 3'ün üstə 1, 4. Elə bil ki 4-cü indeksimin elementi, daha doğrusu 3 qoyanda nə olur? Burada 3'ün üstə 1, nə olur? 4. Sanki baxın belə başa düşməyənlər üçün yazım. 4-cü indeksin elementi nədir? 3'dür. Deyir 3 kiçikdirmi? 3 qoymuşamsa 3-cü indeksin elementindən 5. 3 5'dən kiçikdir. Bəli. Onda neyinir? Yenə olacaq siyahım nə? 1. Bunlar da nədir? Yerini dəyişmiş olur. Çünki niyə yerini dəyişmiş olur? Burada 3-cü indeksin elementi t bərabər olur. Yəni 5'ə. Burada da 3-cü indeksin elementi deyir ki, bərabər olsun 3'ün üstə 1, 4. 4-cü indeksin elementinə. Bu da təzədən yerini dəyişmiş olur. Ona görə bu şəkildə olmuş olur. O da Y variantı. Və belə deyim. Bunu izah üçün mən bu şəkildə xırdalığına getdim. Amma görsəniz ki, yerlərin dəyişir. Burada aydın mı? Hansı ki şərt ödəyir. Hansı ki şərtim ödəyir, bunlar yerini dəyişir. Burada baxsaz ki, görsünüz 2 ilə 1. Sonraki əvvəlki ilə yerini dəyişmiş olur. Əgər şərtim ödəyirsə. Aydındır mı? Burada da bu şəkildə. Belə. Sonra 7-ci suala baxırıq.